Uzun müddətdir gündəlik olaraq istifadə etdiyim iki kremi sizinlə bölüşmək istəyirəm. Hansı ki bu kremlər üzünüzdə ağırlıq yaratmır və çox sağlam təbii parlaqlıq verir. İlk olaraq öz üçün ultra nəmləndirici BB kremlə danışmaq istəyirəm. Bunu siz həm baza kimi tonal kreminizin altından istifadə edə bilərsiniz, həm də ki sadəcə bunu istifadə edib yüngül bir örtücülük əldə edə bilərsiniz. Örtücülüyü aşağıdır. İkinci olaraq isə 5-i birində hyaluronlu nəmləndirici tonal krem istifadə edə bilərsiniz. Bu kremin örtücülüyü orta səviyyədədir, üzünüzdəki qüsurları qapadır. Həmçinin bu kremin tərkibində SPF 25 var, sizi günəş şüalarından da rahatlıqla qoruyacaq. Əlimin iki tərəf arasındakı fərqi də görürsünüz. Tonal krem əlavə etdiyim tərəf daha parlaq, daha sağlam, daha qüsursuz görünür. Beləliklə parlaq dəriyə sahib olmaq istəyirsinizsə, hansı məhsullar alacağınızı artıq bilirsiniz.